Bugün tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi Tofiq Bayramın vəfatından 34 il ötür. Bu münasibətlə şairin ailə üzvləri və yaxınları onun Əmircan qəbirstanlığındakı məzarını ziyarət ediblər. Daha sonra Tofiq Bayramın adını daşıyan park ziyarət olunub, onun xatirəsi ehtiramla yad edilib. Şairin bacısı Svetlana Bayramova bildirib ki, Tofiq Bayramın xarakterindəki bütövlük, çılğınlıq onun şeirlərində, ümumilikdə yaradıcılığında öz əksini tapıb. O, müxtəlif sahələrdə çalışsa da dəyişməyən əsas işi yazı masası olub. Ədəbiyyatımıza, poeziyamıza saysız dəyərli əsərlər bəxş edib, eyni zamanda tərcümə sahəsində də mühüm işlər görüb. Tofiq Bayramın poetik ilhamına qol qanat verən, əsas duyğu verən sevgisi və xalq eşqi olub. Qeyd edək ki, Tofiq Bayram 1991-ci il aprelin 19-da vəfat edib. Tofiq başdan ayağa poeziyadan yoğrulmuş bir adam idi. Tofiq nəsə tutaq ki, qafiyə fikirləşib şeir yazan insanlardan olmayıb. O nə yazıbsa onun qəlbindən gəlib, ürəyindən gəlib. Onun hiss və duyğularının məhsulu olaraq gəlib. Ona görə Tofiqin poeziyası Azərbaycan ədəbiyyatında özünə məxsus bir yolu var Tofiqin poeziyası. Özdə Tofiqin poeziyası konkret poeziyadır.